Sonrası. Bugün sizlerle birlikte məşhur alim Lütfuzadənin kəşf elədiyi qeyri-sənsiz məntiq haqqında danışacağıq. Videomuza keçməzdən öncə kanalımıza abunə olub like atmağı unutmayın. Hazırsınızsa videomuza keçək. Sualımız qeyri-sənsiz məntiq nədir? Rəqəmsal sistemlər gah insan beynini, gah da təbiətin gedişatını analiz edərək özünə bir model yaradır. Hesablayıcı maşınlar elmin yaradıcısı hesab olunan Alan Turing maşınlar düşünə bilərmi sualına bir sonra isə yeni bir anlayış, süni intellektik ortaya çıxır. Əslində maşınların insanların düşüncə metoduna uyğunlaşması ideyası 2-ci Dünya müharibəsi zamanı nasistlərin istifadə etdiyi şifrələnmə sistemi Ergaminanı sındırmağa çalışan riyaziyyatçılara qədər gedib çıxır. Süni vaxt keçdikcə bir çox araşdırmalar, tədbirlər edilir. Süni intellektik az şöbələrə ayrılaraq inkişaf edilir. Bu yazıda isə hər biri kifayət qədər geniş və qiymətli şöbələrdən biri qeyri-sənsiz məntiqi axtaracaq, nəzəriyyəsini araşdıracaq. 1961-ci ildə Azərbaycanlı riyaziyyatçı alim Lütfuzadə tərəfindən irəli sürülən qeyri-sənsiz məntiq nəzəriyyəsi bugünə qədər öz yerini qoruyub saxlayan klassik Aristotel məntiqinə əksdir. Klassik məntiq əsasən hər hansı bir şey ya doğru ya da səhv olmalıdır. Başqa bir variantı qətiyyən söhbət edə bilməz. Klassik məntiqlə nümunə kimi hesablayıcı maşınların bu cəbri işi eləmək olar. Lakin insan beyninin hadisələri bu formada qəbul etmək bizə məntiq. Sıfır doğru və yanlış əvəzinə çox doğru, bir qədər doğru, biraz yanlış, tamamilə yanlış tipli müxalicə keçməlidir. Qeyri-sənsiz sözü qeyri-dəqiq, yəni bir şey dəqiq deyil.